Əziz Əcə, Bilgəh kəndindəyik. Bilgəhdə 3 sotun içində 4 otaq evin çəkilişinə gəlmişik. Yaşayışlı evdir, ideal vəziyyətdədir. 6 padval, belə bir kvadrat. Gözəl həyətyanı sahəsi olan ev. Sənəd kupça, yəni çıxarışlı yerləşmə yeri Bilgəh kəndi. Həyətində deməli əl qoyusu göstərim sizə oranı. Həyətində yeni qazılmış, hələ də tamamlanmayıb, iş gedir. Həyətində yeni qazılmış, baxın, Allah bərəkət versin, suyuna qədər var. Əl qoyusu, 2 dənə qəşəng tövləsi var. Bütün kommunallar yerli yerindədir. Qazı, işığı, sayğacı, hər bir şey yerində. Belə bir torpaq yanı sahəsi var. Sonra bir adam rahat gecəsi belə bir padvalı mövcuddur. Ümumi 4 otaqdır, 3 sotun içindədir. Sənəd çıxarış, yəni kupça. Yerdən də 5 daş kürsülüdür, 4 otaqdır. Yerdən də 5 daş kürsülüdür. Həqiqətən yaşayış üçün ideal bir ev, həyətyanı sahəsi ilə Bilgəh kəndində. Keçək evin içinə də sizi tanış eləyim. Əziz izləyicilər, evimizin içini çəkirik. Maşallah, həqiqətən də evimiz kənd evidir. Geniş zalı, geniş mətbəxi, ümumi 4 otaqdır. Otaqları da maşallah olsun genişdir. Bax, indi hal-hazırda göstərdiyim sizə bir zaldır. Belə bir geniş zalı var. Evin içində də ayrıca sanitar qovşaq, hamam. Baxın, səliqəli bir şəkildə göstərirəm sizə. 2 minutkası var. İstilik sistemi də kombi radiator sistemidir. Necə? İndi köhnə yaşlılarımız bilir. Köhnə radiatorlar olurdu dəmirdən. Bax, onlardan da işlək vəziyyətdədir. Evi də super isti çıxardır. Bu evimizin zalıdır. Zalda da Ağbirçək anamız belə bir özü üçün mətbəx kimi düzəldi. Ayrıca mətbəxi də var. Baxın, belə bir geniş ayrıca mətbəxi də var, hündür. Mətbəxdə də nə görürsünüz? Mətbəx mebeli qalır. Keçək ikinci zala. Baxın, belə bir geniş ikinci zalı mövcuddur. Əla öz belə götürək bayra, pəncərəsi də var, havalandırması çox gözəl. Geniş belə bir zalı var. Baxın, istilik sistemi baxın bununladır. Beləsinə radiatorlardır, kombidir. İstilik sistemi də əla vəziyyətdə. Keçirik 3-cü yataq otağı. Baxın, belə bir geniş otaqdır. Yəni bildiyimiz keyfiyyətli kənd evidir. Evlərin hasarı və divarın qalınlığı 60'lıqdır. Yəni bütün ev 200'lüdür. 200'lü daşla tikilib, 60'lı daşla tikilib. Həqiqətən keyfiyyətli bir evdir, geniş. Keçək 4-cü otağımıza. 4-cü otağı da göstərim sizə. 4-cü otağımız da belə bir yataq otağıdır. Baxın, bu da belə bir geniş, hündür yataq otağıdır. Divarların qalınlığı bəlkə də 60'dan da çoxdur. Baxın, göstərim sizə belə. 60'dan da çoxdur. Ümumi 4 otaq, 3 sotda. Yerləşmə yeri Bilgəh qəsəbəsi 172 marşrutdan bir 100-150 metr məsafədə. Dənizin demək olar ki, piyada düz dəniz qırağına düşə bilərsən yaxınlığında. Sənəd çıxarışdır. Qiymət 70.000 manat. Start qiymət 70.000 manata deyilir. Real alıcı olsa endirim olacaq. Bu ev haqqında məlumat almaq istəyirsə 051 515 57 74 nömrəsi ilə əlaqə saxlayın.